Salam yoldaşlar, 9-ların buraxılışına uyğun sualların izahı ilə davam edirik. Bizdən soruşur ki, verilən nümunədə əvəzliklərin təhlilinə aid olan fikirləri müəyyən edin. Baxaq, birinci cümlədəki əvəzliyin sinonimi ilə əvəz etmək olar. Burada kimsə əvəzliyin sinonimini əvəz edə bilərik, heç kim mənasında. İkinci fikirdə deyir ki, sual əvəzliyi cümlədə ismi xəbər rolunda çıxış edir. Burada nə edir? Sual əvəzliyi ismi yox, feili xəbər rolunda çıxış edir. Üzə sadə feili xəbər rolunda çıxış edir. Niyə? Çünki təsriflənən feili əvəz edib. Nümunədə yalnız işarə əvəzliyi işlənməyib, xeyr, təyin əvəzliyi də işlənməyib. Kimsə qeyri-müəyyən əvəzliyi, o şəxs əvəzliyi, nə edir? Sual əvəzliyi. Burada hər ifadəsi sizi çaşdırmasın, hər gün zaman zərfi də bu nümunədə parçalanmayıb. Ona görə götürmürük. İşarə əvəzliyi məkan məzmunu daşıyır. Burada ifadəsi yer zərfidir. İşarə əvəzliyi deyil. Əşyanı ümumi şəkildə ifadə edən əvəzliyi işlənməyib. Təyin əvəzliyi bu da təbii ki işlənməyib. Cavab olar A bəndi.